Değerli sahibkarlar, iş adamı. Pub açdıqda nələrə fikir vermək lazımdır? Biz bugünkü videoda ondan danışırıq. Heç bunu bilirdinizmi? Pub açdıqda 10 məqam var ki, sahibkar olaraq, iş adamı olaraq bunları mütləq halda bilməlisiniz. İlk konsepsiya və hədəf auditoriyası. Bilməliyik ki, pubların öz tematikaları var. Craft beer publar var, sport barları var, sport publar olur və yaxud dünyaca tanınmış İrland və yaxud Britaniya pub növü olur ki, siz öncədən bunları bilməlisiniz. Hədəf auditoriyası bilməlisiniz ki, siz turistlərə hədəflənirsiniz və yaxud tələbələrə və yaxud digər gələn qonaqlara və yaxud hər hansı bir obyektiniz biznes mərkəzi tərəfində olacaq ki, oradan işdən çıxandan sonra işçilər də gələ bilər və yaxud siz bunu premium segment müştərilərə də belə təyinatınızı, konseptinizi hədəfləyə bilərsiniz. İkincisi, məkan və lokasiya. Bildiyimiz kimi, insan axınları olan yerdə olsa daha yaxşı olardı. Digər publar ətrafımızda varsa, rəqib publar, onları bir analiz etmək lazımdır. Parking və yaxud nəqliyyat olsa, daha bu üstünlük verir. 3. Lisenziyalar və hüquqi tələblər. Bunlar isə bildiyimiz kimi publarda biz xüsusən də içkilər olur deyə, o içkiləri sertifikatlaşdırılmış şirkətlər var ki, onları aldıqda mütləq halda onlar əlinizdə olmalıdır. Gigiyena sanitariya tələbləri olmalıdır. Yanğın təhlükəsizliyi baxımından bütün sənədlər qaydasında və düz yerində olmalıdır. 4-cü deyərdim, menyu və içki. Menyu içkidəki, əgər orada işləyən barmenlər varsa və yaxud öncədən biz düzəldiriksə, əlbəttə ki, içkilərimiz nəinki Azərbaycan yerli pivələr belə, hətta xarici brendlər, markalar da belə sizin publarınızda olmalıdır və digər içkilər də, spirtli içkilər də mütləq halda menyuza yer almalıdır. Yemək menyusunda isə 100% biz bildiyimiz publarda ən tanınmış yeməklər var ki, bunlar da çox tanınmışdır və Azərbaycanda da publarda öz sözünü demişik. Vətənə yaddan çıxmasın. Təchizat və komandası. Təchizat daimi sizin partnyorlarınız elə bir partnyorlar olmalıdır ki, keyfiyyətli pivələri daima sizə çatdırılmada heç bir problem yaratmasın bir şirkət tapmalısınız. Deməli, 6. Daxili dizayn və atmosfer. Bildiyimiz kimi, isti olmalıdır, rahatçılıq olmalıdır, akustika, işıq belə yerində olmalıdır. Və hətta siz belə sahibkar olaraq əgər puba canlı musiqi əlavə etsəniz, o da çox gözəl bir üstünlük təşkil edir. 7 isə peşəkar personal deməkdir. Peşəkar personal seçdikdə barmenlər belə miksologiyanı mütləq halda bilməlidir. Nəinki biz pivə orada satacaq, digər içkilər də və hətta xidmət sahəsini təlimlənmiş işçilər alsanız daha yaxşı olur. Bu sahədə isə biz Servis Akademisi sizə dəstək ola bilərik. 8. Marketing və branding. Açılışdan öncə SMM çox güclü halda işləməlidir və hər hansı bir promotion proqramlar varsa, onları qeyd eləməlisiniz. Hətta belə canlı musiqiniz də varsa, onları da öz SMM səhifənizə qeyd etməlisiniz. Bu mütləq haldadır ki, qonaqları cəlb edib çəkə bilsin. 9. Maliyyə büdcəsi planlaşdırılması. Bu, öncədən qabaq avadanlıq, mebel, təmir üçün sizlər ayrılmış büdcələrdir ki, bunlar mütləq halda olmalıdır və ondan sonra əlavə büdcələr var. Maaşlar, SMM şirkəti və yaxud hər hansı bir mallar aldıqda marketinqə qoyulan pullar da belə, mallar belə orada da qeyd eləməlisiniz. Minimum pub restoranını, pubı işlətmək üçün, belə deyək, 6-9 ay ərzində sizin büdcə rezerviniz əlinizdə olmalıdır ki, fəaliyyət göstərib yayıla bilsin. 10. Təhlükəsizlik və nəzarət. Bu, hər yerdə kameralar olmalıdır və sizin xüsusən də personalınız içkili olan müştərilərlə davranış qaydalarını belə 100% bilməlidir ki, gələcəkdə probleminiz çıxmasın. Bu sahədə də, yenə də qeyd edirəm, Servis Akademi bizlər sizə dəstək ola bilərik. Uğurlu proyektlər arzulayıram. Daha maraqlı, ətraflı məlumatlar almaq üçün bizim YouTube, Instagram və TikTok kanalımıza abunə olmanızı davam edəsiniz.